il vaxtı mayın axırında təsdiqlənir, gəlir avtomatik iyul avqustun 3 ay ərzində keçirilməlidir. Bu bizim üçün də çətindir, həm insanlar üçün də çətindir, həm isti vaxtı uçur, həm tətil vaxtı. Hörmətli tədbir iştirakçıları, mən sizin hamınızı Xaçmaz rayon İcra Hakimiyyəti rəhbərliyi adından hamınızı salamlayıram. Deməli, bugünkü tədbirimizdə məkanı təqdim etdikləri üçün Xaçmaz rayon mərkəzi kitabxanasının rəhbərliyinə təşəkkürümü bildirirəm və buranın kollektivinə. Bugünkü tədbirimiz Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi tərəfindən təşkil olunur. Deməli, layihəmizin adı ailələrin hüquqi maarifləndirilməsidir. Və ilk öncə mən bu İctimai Birliyinin rəhbərliyi, başda İlham müəllim Əliyev, sosioloq Elçin Bayramlı və digər iştirakçıları Xaçmaz rayonunda salamlayıram, xoş gəlmişsiniz deyirəm. Bugünkü deməli tədbirin mövzusu ailəyə hüquqi yardım hansı halda göstərilməlidir? Və bu çox deməli geniş və aktual mövzudur və bu mövzu ətrafında indi layihənin rəhbəri özü danışacaq, çox ətraflı danışacaq və mənə elə gəlir ki, buradakı bütün iştirakçılara bu toxunan bir mövzudur. Hal-hazırda çox aktual bir mövzudur. Dəyərli dostlar, hər birinizi salamlayırıq. Biz Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyindənik. Bu təşkilat yəqin ki, sizə tanışdır, çünki uzun illərdir ki, daha doğrusu 2009-cu ildən bəridir ki, Azərbaycanın və ictimai həyatında hansısa bir tədbirlərin təşkilində, xüsusilə də Xaçmaz rayonunda biz mütəmadi olaraq müxtəlif mövzularla bağlı tədbirlər təşkil edirik. Biz təşəkkür edirik ki, tədbirlərimiz Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəkli Agentliyinin maliyyə yardımı ilə həyata keçirir. Bugünkü ailələrin hüquqi maarifləndirilməsi layihəsi də məhz QHT Agentliyinin dəstəyi ilə həyata keçirilir. Və sizinlə buradakı müzakirələrimizin əsas səbəbkarı, əsas dəstəkçisi qeyd etdiyim ki, QHT Agentliyi. Bilirsiniz ki, ailə məsələsi doğrudan həssas məsələdir. Ailə dövlətin sütunudur, ailə dövlətin əsas dayağıdır. Ailə sağlam olanda, ailə dayaqları möhkəm olanda, o dövlət də inkişaf edən, demokratik bir dövlətə çevrilir. Bilirsiniz ki, ailənin ailələrin mövcudluğundan cəmiyyətlər və dövlətlər yaranır. Şükürlər olsun Allaha ki, Azərbaycanda doğrudan da çox mükəmməl, sağlam bir ailə modeli mövcuddur. Bu da nəyin nəticəsidir? Dövlətimizin bu ailəyə çox böyük bir dəstəyi var. Konstitusiya ilə də, Azərbaycan Konstitusiyasında da, eyni zamanda ailə məcəlləsi ilə də ailələrin hüquqları tam şəkildə qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə görə ailələr dövlət himayəsindədir. Ailələr qanuna görə ailələrdə uşaqların, ər və arvadın hüquqları qanunla dövlət tərəfindən müdafiə olunur. Ailələrdə deyək ki, valideynlərin bilavasitə borcudur ki, üzərinə düşən əsas vəzifələrdən biri odur ki, üzərinə düşən vəzifələri yerinə yetirməklə uşaqların hüquqlarını müdafiə eləsin. Onlara isə nəzarət, onların ailələrdə deyək ki, ər və arvadın deyək ki, öz üzərinə götürdükləri hüquqlarını, yəni uşaqların hüquqlarını müdafiəsi, onlara təhsil verilməsi, onların təlim-tərbiyəsi ilə bağlı və digər məsələlərin həyata keçirilməsi üçün üzərinə götürdüyü öhdəliklərin yerinə yetirmə nəzarəti isə dövlət tərəfindən həyata keçirilir. Və Azərbaycan dövlətinin yəqin ki, sizin xəbəriniz var, kifayət qədər siz Xaçmaz rayonunun ictimai həyatında fəal olan bir təbəqəsiniz. Mən bilirəm ki, Xaçmazda bir mövzudan qovur mövzuya keçim. Xaçmaz rayonu Azərbaycanın ən belə fəallığı ilə seçilən bir rayondur. Elə bir Azərbaycanda seçkilər və yaxud da referendum hansısa bir tədbir yoxdur ki, orada hər zaman Xaçmazlar öndə olması. Sizin bu tədbirdə də belə fəallıq iştirak edilməlidir, onu göstərir ki, doğrudan da Xaçmazlılar Azərbaycanın dəyərlərinə, onun prinsiplərinə həqiqətən də belə çox yaxından iştirak edirlər və fəallıqlarla seçilirlər. Bugün eyni zamanda onu qeyd edeyim ki, ailələrdə uşaqlarla
valideynlər arasında münasibətlər düzdür, qanunla tənzimlənsə də, amma bizim dəyərlərimizə uyğun da bir qaydalar mövcuddur. Məsələn, uşaqlar deyək ki, müstəqil belə necə istəyirəm, elə də həyatımı qururum, necə istəyirəm, onda yaşayım. O qaydalar çox təəssüf ki, Azərbaycanda mövcud deyil. Biz başqa cəmiyyətlərdə, başqa dövlətlərdə, başqa xalqlarda fərqli bir nüansdır. Yəni, uşaqlar deyək ki, müəyyən yaş həddə çatandan sonra onlar deyirlər ki, bir valideyn nədir, mən özümün öz həyatım var, yaşayışımı özüm qururam, mən atamın, anamın hansısa tövsiyəsinin, hansısa məsləhətin yeni yetirməyə ehtiyacım yoxdur və o öz həyatını yaşayır. İstər qızlar olsun, istərsə oğlanlar olsun. Amma Azərbaycanda dəyərlər tamam fərqlidir. Uşaqlar, necə deyərlər, valideynlərdən bir növ asılı və o mənada asılı, müsbət mənada asılı. Onların tövsiyələrinə, onların məsləhətlərinə həmişə uşaqlara ehtiyac dururlar. Valideynlər hər zaman evlatlarını himayədar rolunda, xüsusilə də analar. Bax, siz analar, sizdən böyük əksəriyyəti uşaqların qorucu mələklərsiniz. Uşaqları həmişə himayə edirsiniz. Bəzən görəcək ki, ata əsəbləşir, hansısa bir formada uşağın qurmağa cəhd edir zaman, ana sanki baxmayaraq ki, ata haqlıdır, belə düzgün addım atır, amma ana evladının hansısa bir formada cəzalanmasını istər və ona qarşı çıxır, çünki onu qoruyur. Yəni bu baxımdan analar doğrudan da qorucu mələklərdir. Onlarla bağlı da indi ayrıca bir məsələdir danışma. Amma deyəcəyim budur ki, Azərbaycanda həqiqətən fərqli bir ailə modeli var. Yəni, uşaqlar valideynlərinə hər zaman asılı vəziyyətləri qeyd edildiyi bu mənadakı olan tövsiyələrin, məsləhətlərinə ehtiyac var. Bir misal yadıma düşdü. Bir zamanında Allah gəlir rəhmət edir, bizim ədimiz İsmail Şıxlının 70 illiyi qeyd olunur. Birdən pəncərə də belə açıq olur. Münsiflər heyətində də otururlar və İsmail Şıxlının həyatının yaratıldığından danışmalar. Birdən bir yaşlı bir ana deyir ki, nə olur, o pəncərəni bağlayın da oğluma soğuk olar. Və deyirlər ki, mən təzmin emanə kimi deyirsən, deyir ki, mən oğlumu deyirəm, mən İsmail Şıxlını deyirəm. Yəni 70 yaşında oğluna ürəyə yanır ki, hələ baxmayaraq ki, mənə qədər özünün də İsmail Şıxlının evlatları, nəvələri və hələ də ananın gözündə o uşaqdır, uşağına deyir ki, mənə o qapını bağlayır ki, ona soğuk deyir. Yəni, bizdə analar, birdən yenidən mən o gözəyə qadıram ki, analar doğrudan da uşaqları üçün həmişə yaman olur. Onların gözündə baxmayaraq ki, atadırlar, babadılar, həmişə uşaqdırlar. Mən onu da qeyd edim ki, doğrudan da Azərbaycanda ailə ilə bağlı mükəmməl qanunlar mövcuddur. Azərbaycan Respublikasının konstitusiyası ilə, yəni 34-cü maddəsi ilə ailələrdə deyək ki, hər bir kəsin nikaha girmək və ailə qurmaq hüquqları var. Və nikah da və ailə də Azərbaycan Respublikasının konstitusiyasına uyğun olaraq qeyd edildiyi kimi mühafizə olunur, qorunur və ər və arvadın da hüquqları yenə də qeyd edildiyim kimi qanunla qorunur. Çox təəssüflər olsun ki, bəzən elə bir vəziyyət yaranır ki, ailələrdə boşanmalar baş verir. Bu həyatın qanunudur. Çox təəssüflər olsun ki, bugünkü reallıqda da budur ki, belə bir təəssüf doğru hallar baş verir. Bu zaman da dövlətimiz o cütlüklərin, yəni artıq keçmişə çevrilən cütlüklərin hüquqlarını qoruyur. Ailə Məcəlləsinin 7-ci maddəsinə görə, əgər bu şəxslər boşanarsa, onların birgə nikah dövründə əldə etdikləri mülkiyyət də onlara dövlət tərəfindən mühafizə olunur və həmin məcəllənin 31-ci maddəsinə görə həmin onların əldə etdikləri mülkiyyət, onların birgə nikah dövründə əldə etdikləri əmlak onların birgə razılığı ilə, yəni müqaviləsi ilə bölünə bilər. Azərbaycan Respublikasının yenə də Ailə Məcəlləsinin 32-ci maddəsinə görə yalnız zinət əşyaları istisna olmaqla deyək ki, fərdlərin, yəni kişinin və yaxud da qadının geyim paltarları, ayaqqabı, şalvar, kostyumlar, onların hansının istifadəsindədirsə,
deməli, boşanmadan sonra da onlara qalır və onlar istifadə edir. Yəni, onlar heç zaman tələb oluna bilməz. Amma yenə qeyd edildiyim kimi, əgər boşananlarsa, onların əmlakları, bircə nigah dövründə əldə etdikləri əmlaklar bir hərəsini deməli, bərabər şəkildə bölünür. Hətta şəxslərdən biri işləməsə, biri işləsə, digəri işləməsə, deyək ki, bəzən kişi işləyir, qadın işləmir, o uşağa baxırsa, ailənin deyək ki, təmizlik, yemək pişirmə digər məsələlər həll edirsə, amma kişi o evin qurulmasında, onların maddi cəhətdən təmin olunmasında iştirak edirsə, buna baxmayaraq işləməsə də qadın həmin o əmlak, o qeyd edildiyim kimi, boşanmadan sonra cütlüklər arasında bölünür. Qanun Azərbaycanda doğrudan da çox demokratik bir qanun Azərbaycanda formulaşıb. O mənada ki, hər zaman bu boşanmaların əleyhinədir. İstəyər ki, Azərbaycan dövləti, qanunvericiliklərimiz ki, qadınlar, ümumiyyətlə cütlüklər boşanmadan çəkinsinlər və onların boşanmasının müəyyən qədər vaxt verir ki, siz bəlkə səhvlərinizi düzəldib, deməli, bir ayrılmaqdan imtina edir. Həqiqətən də ondan öncə, bəli, boşanmadan öncə mediasiya xidməti bununla məşğul olur. Yəni, çəkindirir, boşanmadan çəkindirir, müəyyən bir iş görür ki, axı boşanmaların sayı azalsın. Məsələn, Səadət xanım, bir statistik məlumata görə boşanma ərəfəsi ilə məhkəmələrə müraciət edən, məsələn, 2025-ci ilin statistikasında boşanma ərəfəsi müraciət edən 1283 nəfər sonradan öz ərizələrindən imtina ediblər. Yəni, bunlar ərizələrindən imtina ediblər və yenidən normal bir həyatlarını qurmaqda davam edir. Yəni, belə bir dövlətimizin belə bir qanun qəbul etməsi çox müsbətdir. Amma bir məqam var ki, indi qanunverici orqan bu barədə yəqin ki, işləyir. Çünki cəmiyyətdən ola elə bir təşəbbüslər var ki, boşanmaq istəyən qadın və kişinin o boşanmadan çəkindirmək üçün boşanmaq iddiası ilə məhkəməyə müraciət edənə böyük deməli ki, ödəniş və qoyulması tələb olur. Yəni ki, sən boşanmaq istəyirsənsə, kimsə kişi və yaxud da hansısa qadın. Ödənişi sən verirsən. Yəni 10.000 manat, bəzən 15.000 manat tələb olunur ki, sən boşanmaq istəyirsən də, buyur. Ged 15.000 manat ödə, ondan sonra məhkəmə sənin o boşanma iddiana baxa bilər. Belə bir deyək ki, bir dəqiqənin içində çox təəssüflər olsun ki, elektron sistem əsasında məhkəmələrində yazılı şəkildə dəftərxanalara müraciət edib göndərirsən məhkəməyə. Bax, amma indi çox sadədir. Elektron sistemdə göndərirsən məhkəmələrə müvafiq sənədləri. Müəyyən ödəniş də çox cüzi. 25-30 manatda bunu ödəyirsən, hazırdır. Mən dediyim kimi, bir müəyyən vaxtdan sonra, səhv eləməklə 3 aydan sonra onların boşanmalarına məhkəmə baxır və ikinci baxışdan sonra çox təəssüflər olsun ki, mən həmişə o boşanmalarla bağlı dizim yerə gəlir. Mən istəmirəm ki, heç bir ailədə boşanma olsun. Mən istəmirəm ki, uşaqlar ya atasız, ya anasız həyatlarını davam edir. Bununla bağlı mən bir kəlmə deyə bilərəm. Bu, Xaçmaz rayon icra hakimiyyətində hal-hazırda komissiya fəaliyyət göstərir, deməli, uşaqların hüquqlarının qorunması ilə bağlı və çox acınacaqlı bir vəziyyətdir ki, bizdə blanklar çıxartılır ki, boşanmadan sonra uşaq hansı valideynlə qalır, ata ilə qalır, yoxsa ana ilə qalır. İnanın ki, biz blank çıxartmağı çatdırmırıq. Nə qədər boşananlar var, nə qədər uşaqlar gəlir, nə qədər o uşaqlara görürsən, hər ikisi buna, indi tutaram ki, boşananlar, qadınla kişi boşananda, bunlar haradasa vaxtda yad adamlardır, ailə qururlar. Amma ki, bu uşaqlar hər iki valideyn buna yaxındır, hər ikisinin bir yerdə, ikisini də istəyir, eyni dərəcədə çox vaxtdır. Amma onların, inanın ki, o blankları biz çıxartıb tutara bilmirik ki, nə qədər, deməli, oturur, baxır uşaq ki, atamla qalın, anamla qalın, hər ikisini istəyir. Çox acınacaqlı vəziyyətdir. Müəllim deyir, düzdür, bugünkü tədbirimiz maariflənmə ilə bağlıdır, hüquqi maariflənmə ilə. Ona görə ki, bizə gəlirlər, həqiqətən də heç bir anlayışları yoxdur. Bu yaxınlarda bir dənə qadın gəldi, 2 ya 3 uşaqla idi. Yoldaşı da deyib ki, sən imtina elə evdən
Yəni ərizə yaz ki, mən evdən imtina edirəm, mən sənə uşaqlara kömək eləyəcəm, aliment də istəmə, ərizə ver, mən sənə amma kömək eləyəcəm. Əks halda mən sənə kömək edirəm, bir şey işləməyəcəm də. Amma ki, deyir ki, mən aliment sənə, mən necə lazımdır uşaqları təmin eləyəcəm, amma sən evdən imtina edirəm. Bu da imtina edib, fikirləşib ki, indi yoldaşının ödədiyi məbləğ, buna həm kirayədə yaşamağa, həm gələcəyini bəlkə evlə kömək eləyər, həm də İnanın ki, bu maariflənmiş bir insan olsaydı, o onu qəbul eləməzdi. Haradasa onun savadsızlığıdır, haradasa hal-hazırda da o ərizəni alınca qadın qalıb küçələrdə, 2 dənə, 3 dənə uşaqla. Mənə elə gəlir ki, o ərizəni qadından istəyən kişinin vicdanı yox dərəcəsindədir. Ona görə ki, bu sənin evlatlarındır. Qadın yad qızı ola bilər də, indi belə bir lori dildə desək. Amma bu uşaqlar sənin uşaqlarındır. Sən, axı, nə olsun ki, boşanmısan, bunlarda sənin də qanun var. Bu insan, sən cavab deysən buna, bu uşaqlara görə. Yəni, neynəsən də sabah bir qocalan vaxtında, düzdür mü müəllim? Gəlib tapacaq ki, mən sənin valideyninəm. O onu alladıb, o ərizəni alıb, sonradan da qadın deyir ki, mən indi neyniyim? Deyir ki, sən yazmısan, hətta deyəsən gedib notariusla da deyəsən yazmısan. Bəli, indi qalıb belən kimi, həm özü işləyə bilmir, körpə uşağı var, balacası, 3 uşağı idi mən bilənəm. Həm belə də ki, tam özü-özünə quyu qazıyıb, necə deyirlər. Ona görə, bugünkü mövzu, indi düz deyə, bizdə biraz, nətər deyim, biraz fikirləşirik ki, ay, vaxtımızı alır mövzu və yaxud xeyr, həqiqətən də çox aktual bir mövzudur, çox acınacaqlı bir vəziyyətlə rastlaşırıq. İnanın ki, bizim idarə bu Xaçmazda mediasiya xidmətlərinə fikir versiniz, ən böyük kütlə insanlar xəstəxana qədər mediasiya gedirlər. Görürsən ki, bir neçə aydan sonra boşanırlar. Deyirsən ki, axı bu 2 ay ərzində sən nə gördün? İkimiz də tamamilə başqa mühitlərdən çıxan insanlarsınız. Ən azı sizin bir-birinizə vermiş olma dövrünüz olmalıdır. Ən azı haradasa bugün bir-birinizin hansısa cəhəti siz qəbul edəmirsinizsə, 5 aydan sonra siz onu qəbul edəcəksiniz. Deyəcəksiniz, bir uşaq da olandan sonra uşağın xətrinə, nəyəsə xətrinə, elə bir müddət gəlir ki, sonra deyirsən ki, nə yaxşı mən vaxtında o ailəni dağıtmadım. Amma inanın ki, heç 1 il olmamış, boşananların sayı daha çoxdur. Deyirsən, o almazı çərti brilliant eləyincə, bu da ailəni çərtə-çərtə, haradasa ailə səviyyəsinə çatdırırlar. Təzə-təzə insan görürsən ki, fikirləşir ki, mən bu ailəni yaradanda, nəysə bir başqa xəyallarda, o gül mərhələsində, konfet mərhələsindən çıxmır, romantik mərhələdən çıxmır. Amma reallıq var da, reallıqla toqquşanda həqiqətən də tamamilə başqa problemlər və insan ona ola bilsin hazır deyil. Amma necə də hazır olmasa, o qurduğu ailəni bu cür rahatçılıqla dağıtmaq o düzgün deyil. Və bizim gözəl adət-ənənələrimiz var ki, böyüklərin sözünə, yəni ki, böyüklərin təcrübəsindən istifadə eləməliyik və yaxud nətər deyim, hal-hazırda çox qərbə tərəf dönüblər bizim cavanlarımız. Amma onlarda çox təəssüf, bəli. Bizdə çox uzaq, bizim müəlliməmiz olur məktəbdə, Avropa, Evropeyski yahudilərdən idi. O həmişə bizdə dərsdə də deyirdi ki, bilirsiniz, bizim millətin onun yoldaşı Azərbaycanlı idi. Deyir, mən o qədər deyir, mənə xoş gəlir ki, mənim yoldaşımın 60-a yaxın yaşı var, o atasını görəndə siqareti gizlətir. O heç bir millətdə yoxdur bu şey. Yəni ki, bizim öz adət-ənənələrimizdən əl çəkməyimiz düzgün deyil. Gözəl adət-ənənələrimiz var. Evin sirrini bayıra çıxartmamaq, qohum əlaqələrini qoruyub saxlamaq. Və yaxud görürsünüz ki, indi bu qərbdə gedib çoxdur bizim vətəndaşlarımız yaşayan. Ən azı Almaniyadan mən belə eşitmişəm. Deyir ki, gələrsən qonaq evinə, oturub bütün ailə nahar eləyir, çörək yeyəndə deyirlər ki, biz sizi nəzərə almamışıq. Oturub çörək yeyirlər, insan qalır qıravdan və bunu təzə-təzə heç həzm eləyə bilmirlər. İndi hal-hazırda biz vərdiş oldular ki, budur da, bu millət budur. Amma görün bizim millətdə nə qədər gözəl cəhətləri var. Bizdə gecə yarı da gəlsə qonaq, biz onun qabağına çıxırıq, çalışırıq, nəsə qonaqpərvərliyimizi göstəririk. Həqiqətən də bu ənənələri qoruyub saxlamalıyıq. Yəni ki, hamısı köhnə, indi hal-hazırda köhnə bir, nətər deyim sizdən, ənənələrdən qurtulmaq istəyirlər, amma bu düzgün deyil. Biz gördüyümüzlə qədər ailələrin dağılmasına gəlir, statistikanın çox belə bərbad vəziyyətdədir statistika hal-hazırda. Ailə quranların sayı azalır, ailə boşananların sayı çoxalır. Yəni ki,
arzu eləyərdim ki, bizim adət-ənənələrimiz, düzgün adət-ənənələrimiz qorunub saxlansınlar, bizim cavanlarımız xoşbəxt olsunlar, uşaqlarımız yəni travmalı böyüməsinlər. Neynə sözlə, yarımçıq ailədə uşaq hardasa ürək ağrısı ilə yaşayır, hardasa görsən atanı da istəyir, ananı da istəyir, o da böyük bir faciədir. Yəni arzu eləyirəm ki, öz tərəfindən indi müəllim davam edəcək danışır. İmtihası budur ki, həqiqətən də o komissiyanın belə bir müşahidə eləyə çox acınacağı bir vəziyyət çıxır adamın qarşısına. Teşekkür. Bizim tədbirdə tanınmış sosiolog iştirak edir, Elçin Bayramlı. Yəqin ki, bilmirəm, televiziyalardan o sizə tanışdır, mətbuatdan tanışdır. Mən sözü ona verək, o fikrini tanıb bildirsin. Əvvəla bütün tədbir iştirakçılarına təşəkkür edirəm ki, bu istiya günündə vaxtlarını ayırıb gəlib bizim mövzuya, tədbirə maraq göstərdilər. Eyni zamanda Xaçmaz rayon icra hakimiyyətinə və Mərkəzi Kitabxanasının rəhbərliyinə də təşəkkür edirəm təşkilatçılığa görə. Deməli, bu mövzu, mən hesab edirəm ki, bizim xalqın, dövlətin həyatında bir nömrəli məsələdir. Bir nömrəli, yəni ikinci olan məsələ. Ona görə ki, bir ölkənin, cəmiyyətin sağlamlığı ailədən başlayır. Əgər sağlam ailə yoxdursa, sağlam cəmiyyət ola bilməz. Sağlam cəmiyyət yoxsa, sağlam dövlət ola bilməz və sağlam. Deməli, bir nömrəli məsələ budur. Qalan məsələlər ikinci dərəcə, maddiya, plan, təhsil, bunlar ikinci dərəcə. Ailə dəyərləri də bizim milli-mənəvi dəyərlər sisteminin bir nömrəli məsələsidir. Yəni, milli-mənəvi dəyərlər sistemi ailə dəyərləri bazasını götürür və biz də dünyada 5 milyon artıq xalq arasında bir nömrəli bir ailə dəyərləri. Bizdən yüksək ailə dəyərləri olan heç bir xalq heç vaxt olmur tarixdə. Çox təəssüf ki, son vaxtlar bu status itirmiş. Deməli, bunun da nəticələrini deyək, biz boşanmalarda 50% ilə dünya rekordu vurmuşuq, Avropada 3-cü yerdəyək, yəni tariximizdə heç vaxt belə bir yarısı olmamışdır. Hətta 1-2-3% olurdu. 50% çox yüksək rəqəm, yəni ailə dəyərlərimizi üstümüzü itirik. İkinci bir tərəfdən, evliliklər 40% azalıb, son illərdə gənclik evliliyi olaraq göstərilir, bunların sərfləri deyəcək. Uşaq doğumu isə son 35 ildə 3 dəfə azalır. Məsələn, 91-ci statistikasında 180 uşaq doğumu bizim qalmışdır. Bu 3 part bizim milli genofondumuzu məhdəldir. Və bunun səbəbi, bir nömrəli səbəbi illərlə müzakirə olunub, qruplaşdıranda 2 ana səbəb göstərilir. Digər oponentlərin tərəfindən, mənimlə sosiologlar, psikologlar, sosial maddi səbəblər önə çəkirlər. Güya ki, kasıbsızlıq yoxsulluq. Mən də deyirəm ki, sosial maddi səbəblərin zərrə qədər orada təsir yox. Yəni 1% olaraq. Tam şəkildə bu mənəvi degradasiya səbəbdir. Mənəvi degradasiya, mənəvi əxlaqi dəyərlərimizi çəkir. Onun da hamı da qeyirlədik, hamı da qeyirlədik. Qərbi inteqrasiya, müasirlik iqtidarı, azadlıq, qadın azadlığı adı altında qalan təbliğatlar gənclərimizin, elə yaşlıların da beynini yuyub və ailə dəyərlərini arxa plana atıb, egoist dəyərlər, yalnız özü üçün yaşamaq, yalnız öz həzləri üçün, öz arzuları üçün yaşamaq və güya azad sərbəst yaşamaq üçün ailələrimizi dağıdırıq. Bunun da hansı faciəyə apardığını biz elə özümüzdən qabaq dünya nümunəsində görmüşük. Məsələn, Avropa cəmiyyətləri mənəvi cəhətdən tam şəkildə çürüyür. Yəni, bunu mən demirəm, bunu məşhur Alman sosiologları deyir, Fransız sosiologları deyir, dünya şöhrəti. Onlar açıq şəkildə deyirlər ki, Avropa cəmiyyəti maddi texnoloji tərəfdən inkişaf eləsə də, mənəvi cəhətdən tam çürüyür, yəni %100. Artıq hesablanıb ki, 4 nəsildən sonra Atlantik sivilizasiyası yoxa çıxır. Yəni, Amerika, Avropa, Kanada xalqları yoxa çıxacaq sadəcə olaraq. Çünki artıq bir dənə də ailə qurulmur, onlar da ailə deyil, vətəndaşın gətirir, müvəqqəti bir yaşayış dünyalətləndə olmaz. Uşaq dünyaya gətirmək istəmirlər, heç bir məsuliyyət yoxdur, mənəvi dəyər yoxdur. Digər tərəfdən inteqrasiya eləmək istəyirsə, elm, təhsil, mədəniyyət bu sayələrdən biz oradan nəsə götürə bilərik. Amma mənəvi dəyərlərdə heç nə götürə bilmərik. Çox təəssüf ki, biz bu təbliğata uyaraq, bu qlobal mərkəzlərin apardığı təbliğata uyaraq, güya müasirlik, azadlıq deyə dəyərlərimizi dağıtdıq. Təkcə ailə dəyərlərimizi dağıtmadıq. Bütün mənəvi dəyərlərimizi məhv edirik, tamamilə. İndi müasir yetişən gənclərin, yeniyetmələrin psixologiyasına, fikirlərinə baxın, biz onlara milli irsimizi ötürə bilmirik. Yəni, onlar bizim milli kinolarımıza baxmırlar. Aydındır ki, əksərindən söhbət gedir, mən hamısını demirəm. Bizim milli ədəbiyyatımızdan maraq göstərmirlər, tamaşalarımıza, teatrlarımıza maraq göstərmirlər, adət-ənənələrimizə maraq göstərmirlər, böyük kiçik hörmətindən tutulmuş digər məsələlərə qədər. Hətta nəqliyyatda belə yer vermək istəmirlər ki, mən də hüququm var, pul vermişəm, 60 qəpik. Mən 51 yaşım var, məsələn, mən 30 yaşında qadına yer verirəm, mənim qızım yaşındadır, faktiki qızım yaşındadır, amma o qadındır. Mən borcumdur ona yer vermək, amma bu gənclər onu qəbul edəmir.
Yəni bütün hamısını demək olmaz. ailə məsələdən çoxluq deyirəm. Yəni artıq bu hissə çoxalır. Mən də ona görə deyirəm ki, biz buna yol verməməliyik. Bu hissənin çoxalmağına yol verməməliyik. Çünki biz öz dəyərlərimizi gənclərə ötürməliyik. Onlara başa salmalıyıq ki, müasirlik o deyil, inkişaf o deyil. Sən elmdə, texnologiyada inkişaf edə bilərsən, müasir dünya sistemlərində inkişaf edə bilərsən, amma dəyərlər sistemində şərq dəyərləri yüksəkdir. Bayaq qeyd elədim, Avropada mənəvi cəhətdə nə baş verir, faciədir. Amma şərqdə baxın. Məsələn, bayaq Yəhudiləri qeyd elədilər. Yəhudilər şərq xalqıdır və dünyanın ən inkişaf edilmiş xalqlarından biridir. Yəhudilər dünyada bir nömrəli mühafizəkar xalqdır. Ən çox uşaqlı xalqlardan biridir. Dünya üzrə Yəhudi ailələri ortalama 4 uşaq düşür. Dünyada belə bir göstərici yoxdur. Yəni bizdə artıq 1.6-ya düşüb, yarısı. 4 uşaq minimum bunlarda olur. Və boşanma sıfır vəziyyətində demək olar ki, mühafizəkardırlar, öz ənənələrini, milli adət-ənənələrini qoruyurlar və bununla belə dünyanın böyük alimləri, ziyanları, texnologları Yəhudilərdir. Yəni, nümunə budur da, biz bunu niyə götürmürük ki? Şərq digər şərq xalqına baxaq, Yapon xalqı. Ən mühafizəkar, həm dini dəyərlərini mühafizə edən, həm milli dəyərlərini mühafizə edən Yapon xalqı mühafizəkar, ən inkişaf edilmiş xalqdır dünyada. Deyirik, onların salamlaşma, 100 cür salamlaşma üsulu var. O qədər yüksək mədəni. Həm bunu qoruyub saxlayırlar. İnkişafda da ki, hamısı deyir, bir əsrdən qabaqda gedir. Amma nə qədər onlar bizdə nə təbliğat aparırdılar, bu Avropoidlər deyirəm mən onlara, yəni Avropa dəyərləri. Deyirlər ki, biz Avropalılar kimi inkişaf eləmək üçün gərək dəyərləri zadı kənara ataq. Mentaliteti, bu ailə falan, mən bu söhbətləri kənara. Elə deyil. Bu çəkdiyim 2 nümunə göstərir ki, elə deyil, hələ çox var. Çini də göstərə bilərik, başqalarını da göstərə bilərik. Deməli, bizim milli mənəvi dəyərlərimiz elmə inkişaf maneə törətmir. Kitab oxumağa maneə törədir. Sənətli filmə baxmağa maneə törədir. Bir ixtira eləməyə maneə törədir, tutaq ki. Və yaxud güya ki, bir qadının inkişaf eləməsi üçün mütləq boşanması mı lazımdır? Bizim minlərlə alimlərimiz, ailəli alimlərimiz var, olubdur, indi də var. Tutaq ki, böyük güclü həkimlərimiz var. Məsələn, Zərifə xanım Əliyeva boşanıb belə bir akademik oldu. Son ana qədər ailəsinə qalib olsun. Yəni, bu nümunələrin hansını birini desək, dəyərlər buna heç bir mane olmur. Bu baxımdan statistikalarda göstərir, beynəlxalq vəziyyət də göstərir ki, bu aparılan təbliğat uçurumu aparır. Biz də biraz sərbəstlik, müasirlik deyə buna yol verdik, amma səhv elədik. Mən də daxil olmamın hamımız səhv elədik. Bizim ailəmizdə problem olmaya bilər, amma qohumumuzun ailəsində, qonşusunun ailəsində problem var. Biz düzgün böyüklük, ağsaqqallıq eləyə bilmədik cəmiyyət olaraq uşaqlara. Və nəticədə bu proses artan sürətlə gedir, qarşısını ala bilmirik. Bunun da televiziyalarda bir problem. Sosial şəbəkələrdə bilirsiniz nə biabırçı vəziyyətdir, TikTokda, Instagramda. İndi dövlətimiz bunun qarşısını almaq üçün artıq görür ki, bu əvvəllər fikirləşirlər ki, söz azadlığı plan var, indi kimə nəsə demək olmaz. Amma görürlər ki, artıq söz azadlığı yox, artıq birbaşa milli mənəvi dəyərlərimizi təhqir edib və uşaqları, gəncləri o psixologiyada formalaşdırırlar. Bir neçə blogeri, tiktokeri, nə bilim, nəyi cəzalandırdılar, biraz bu məsələ səngiyir. Televiziyalar bu biabırçı verilişləri görürüz, biraz azaltdılar, şourlar, ailə şourlar. Bunlar artıq biraz təsir göstərir. Deməli, mənəvi təbliğatı düzgün qurmalıyıq, milli dəyərlərimiz əsasında qurmalıyıq, qoyucaq dəyərləri qəbul eləməməliyik. Digər tərəfdən dövlət ailələrə hüquqi və sosial dəstəklər göstərir. Məsələn, bizdə uşaqların təhsil almağı pulsuzdur. Tutaq ki, digər tibbi xidmətlər, məsələn, pulsuzdur. Dövlət bu tərəflərdən dəstək verir və yaxud ünvanlı sosial yardım var. Çətin vəziyyətdə olan ailələrə dövlət bu tərəfdən yardım verir. Özünün məşğulluq proqramı var, dövlət bu tərəfdən yardım verir. İndi təkliflər var ki, uşaqlığı da verilsə yaxşı olar, məbaşı uşaqlığı da vacibdir. İndi imkanlar daxilində inşallah o da olar. Amma mən bayaqsa dedim ki, 2 qruplaşma səbəb var. Birini sosial maddi səbəblər göstərirlər, birini mənəvi səbəb göstərirlər. Mən nəyə görə deyirəm, mənəvi səbəbdir, əsası boşanmalarda və s. Gəlin baxaq, əgər maddi problem, kasıbçılıq səbəbdirsə, xalqımızın ən ağır yoxsulluq vəziyyətlərinə baxaq. O, Böyük Vətən müharibəsi, İkinci Dünya müharibəsi dövrləri. Cəmaət acından jımıq yerdir. Boşanma var idi, yox səviyyəsində. Bir şey var. 90-cı illər ağır dövrü hamımız yaşamışıq. Yoxsulluq dövrü idi, ağır dövrü idi. Boşanma yox səviyyəsində idi. Nə oldu? İndi biraz vəziyyət yaxşılaşan ki, deməli, maddi səbəb burada yox deyil. İkinci bir argumentə baxaq. Dünya ölkələrinin statistikasına baxırsan, ilk 20-30 ölkə kimlərdir? Zəngin və varlı ölkələr. Almanya, Norveç, Kanada, Fransa, boşanmalarda. Ən az boşanmalar haradadır? Yoxsul ölkələrdir. Hindistan, İran, Şərq müsəlman ölkələrdir. Yəni,
Bu onu göstərir ki, yoxsulluq, kasıbçılıq buna təsir göstərmir. Əgər göstərsəydi, onda zəngin ölkələrə da sözü verək, öz suallar var. bu gün boşanmaların o deyilən ki, məhkəmələrdə statistikasına baxanda görürsünüz ki, inanın 90% boşanmaların səbəbi maddi deyil. Yəni ailənin normal imkanı var, işi var, gücü var, ev eşiyi var. Səbəb maddi deyil, səbəb mənəviyyatdır. Ya həyat yoldaşı narkomandır, ya əxlaqsızdır, xəyanət edib və yaxud psixi xəstədir. Bunlar hamısı mənəvi səbəblərdir, maddi səbəblər deyil. Bu baxımdan mən bunu belə qiymətdən belə ümidvaram ki, siz də burada elə çoxsu qadın kontingentidir, ailənin də daxil qadınlardır və siz də mənim fikirlərimə razısınızsa bildirə bilərsiniz və yaxud bir adınız təklifiniz varsa qeyd edə bilərsiniz. Buyurun, mən çox xahiş edirəm, tərbiyə iştirakçılarına mövzu ilə bağlı fikirlərin, rəylərini bildirsin, çox vacibdir. Hər hansı bir məqam, sual, Müəllim kimsə demək, buyur müəllim. Salamlayıram. Çox geniş mövzudur. Azərbaycanda birinci problemi yaratır. Məncə burada bayağı ekspert burada deyil, mən bəzi fikirlərlə razılaşıram. Yəni ki, birbaşa ancaq sosial vəziyyətlə bağlıdır, ancaq mənəvi vəziyyətlə bağlıdır. Mən bu fikirlər ikisini də olmalıdır. Bunlarda ikisi bir gün ömründə Azərbaycanda uşaq pulu, yəni ki, uşaqların hüququdur, uşaq pulu bir mənalı şəkildə verilir. Müzakirələr gedir, inşallah qəbul olur. Siz özünüz də bilirsiniz ki, sosial yardım, mən özümü sosial yardım alamalı. Elə aldım ki, çox çətindir. Mənim kimi insan yəni ki, müəyyən proseslərdə iştirak kimi, mən 3 dəfə müraciət edirəm. Sonuncu dəfə nazirə teleqram oldu. Beynədim, ondan sonra sosial yardımı alabilirim. İndi fikirləşirəm özüm ki, mən sosial yardımı ala bilməsin. Onda necə olar? Necə yəni, siz deyirsiniz ki, tutaq ki, burada Mən deyim, sosial vəziyyətin təsiri yoxdur. boşanmalarda yoxdur. Dolanışıqda təsiri var. Yoxsul ailələr boşanırsa bütün dünyada ailə qalmaz ki. Dünyada 8 milyar adamın 7 milyarı yoxsul. Ancaq boşanmalara sosial yardımı günlərimizdə, sosial vəziyyətin ailədə sözsüzlük nədən yaratır? Yəni, müaddiyyatdan da yaratır ailədə sözsüzlük. Mən deyirəm, ancaq ondan. Mən bir dəfə belə deyirəm, imkanlı adamlar uşaqlarını... Amillərdən biri odur da. İmkanlı adamlar uşaqlarını yapar, mən ki, onlar budurlardır. Ben buraya ki, o qrafaları, anaların, balaları, göz açıyor, altında xarici başıyor, neyi bu əyləncə kimi bakıyorlar. Həmin uşaqlar, mən indi ictimaiyyətdə içərisində olan insanlardan vaxt təsəvvürəm, mən müəyyən qədər o proseslərdə olan adamların və insanlarla da maraqlanırım. Ona görə bu bir, ikincisi də ki, alimentlə bağlı olan məsələdir. Son vaxtda fikir səsləndirirlər ki, alimenti verilmir. Alimenti necə verir? Birincisi biz tüm dəfələrlə gözlər qarşısında çıxışımızdır. Aliment fonları yaratsın. Yaratsın aliment fonları. Yəni dövlət özü aliment fonları yaratsın. Bəli, bu vacibdir. Xarici ölkələrdə də vardır, ölkələrdə aliment fonları var. Aliment fonları dövlət yaratır. Yoxsa dayanıb göstərmir ki, tutaq ki, bir adam gedəcək o açılır, işləmir, türmədə yapacaq olur. O fond oradan ödəyir, sonra işləyəndə maşından çıxarır. Sonra da onu çağırır, işlətir, ödətdirir. Yəni bu problemlər biz də istəyirik. Biz istəyirik ki, həllini tapsın bu məsələlər. Getdikcə bu məsələlər həlli başı boşanmalara sana rağmen biz 50%'dən 48 olan boşanma olmaz. Statistik göstərir. Günəlmək başlı yarısı evlənənlərin, yarısı boşanır. Belə hadisi olmuyor. Bak, əvvəllər, məsələn, biz kəndlərimiz almışlar. İndi görürsən, kənddən bir qadın boşananda, ona başqa bir boşanır, belə bir vəziyyət olurlar. İndi bir boşanma bir adi bir hal. Ancaq o məsələni kimi bir kullanmayacaq. Biz təklif kimi belə verilmişik, mən deyəm, mənim o keçməyəcək. Biz deyirik ki, uşaq bir mənalı şəkildə anıya verir. Bunun boşanmalar. Ana asalarının uşaqları alır. O tam doğru deyil. Bunu saxlamaq biz təklifdən verilmişik ki, anıya 1 yaşına qədər veririz. Anıya uşaq 1 yaşına qədər veririz. 1 yaşdan sonra uşaq göstərilmişsin ki, əgər barışmırsan, uşaq veriləcək atılır. Əgər belə bir şey. Uşaq vasitəsilə şantaj edir. Həm də şantaj Yox, edir. bəli, o hər bir boşanmaya individual yanaşma lazımdır da. Bizdə bir hadisə oldu bu yaxınlarda. Uşaq atasını istəyir. Uşağın ana atı 6 ayından atıb çıxıb gedir uşağı. Yoldaşı gedib aparıb ki, indi bunun anaya ehtiyacı var. Deyir ki, götürmürəm, istəmirəm. İndi hal-hazırda uşağın 2 yaşı var, işğal qəddində. 2 yaşı var, deyir ki, mən gəlib ana da, nənəsi də uşağın, anası da ki, qaytarım uşağı da. Artıq uşaq biraz böyüyür.
sadəcə indi Sahib çıxmaz. bəli, hal-hazırda sahib çıxmaq istəyir ki, bu qanundan anaya verilməlidir. Bəs bu qanun 6 ayında uşağa, bunlar bilmirlər nə formada baxsınlar. Yəni, hamıya eyni yanaşma olmur da, elə bir zətlərdir ki, hər insana individual bir insana bəli. Bəlkə bir psixik Amma xəstəlik. əksər hallarda ana daha yaxşı baxır uşağa, çox hallarda, daha çoxdur. 90% Baxılır halda. uşaqları. İndi mən öz təcrübəmdən deyirəm, bu hələ dediyim o bulantılarda kim ki ata ilə qalır, ana ilə, əksəriyyəti ana iləndir. 90% deyim ki, göz ondan da çox, ana ilə qalır. Gəlin başqa bir xanım var. Bax, burada bizim tədbirimizdə analar əyləşir. Hanımlar əyləşir. O fikrin tamamı düz istəyirəm. O fikrin tamamı. Yəni ki, bu həm mənəvicə, yəni iki tərəfli burada məsələ, həm sosial vəziyyətlər gəlib açıq ki, Qaçmır. Amma 90% mənəvi səbəblər, 10% sosial səbəb ola bilər. 10% maksimum. Səhət hissələr ki, uşaq burada bərpa olursa, işsizlik problemləri, işsizlik var, işsizlik problemi ailədə. Mən ailə tanıyıram ki, məsələn, 2-3 dəfə yoldaşı özü iş tapıb işləyə bilmirlər. Məsələn, ili işləyə günahımız kimi işləyir, belə dolanamır. Bu da istər-istəməz aydın götürməlim. Bəx xanımlara da söz Yox, verir. yox. Bu özü də bir gərginliyə gəlir. Sağ ol. Sağ olun, çox xarş edirəm. Mövzu ilə bağlı fikirlər. Kimsə danışsın, yekunlaşdırar, sizi tələsək. Danışsın, Sən də çox. Xanım, zəhmət olur. Bax, mövzu ilə bağlı bir kəlmə danışırıq. Yəni bu səbəbi nə ola bilər? Sizcə, bax, çox boşanmaların səbəbi nə ola Özünüzü bilər? təqdim edeyim. Daş danışacağım. İlk olaraq hamınıza xoş gəldin deyirəm, tədbir iştiraklarında sizə də. Mənə elə gəlir ki, əsas səbəb olaraq siz hamısını vurğuladınız sözdə. Elə bilirəm ki, o yalnız maarifçilik səviyyəsində, çərçivəsində həll olmaq üzrə. Əhali arasında təkcə maarifçilik aparmaqla sizin dediyiniz səbəbləri aradan götürmək olmaz. Mən elə bilirəm ki, o dövlət çərçivəsində həll olunur. Dediyiniz bayaq adını adlandırdığınız platformalara qadağalar qoyulur. Bu tərəfdən də bir xanım danışsın zəhmət olmasa. Danışın, biz tutarıq. Bu zəhmət olmasa, siz deyin, nəsə demək istəyirsiniz, buyurun. Başqa bir xanım var mı? Yəni bax, sizin hamınızın Ailəyə aid. yetkin uşaqlarınız var da, fikir verirsiniz də, indiki gənclər evlənmək istəmir, ya gecikir. Məqsəd bax nədir? Yəni ki, sağlam Ayağa dur, xanım dur zəhmət olmasa. Yox, bəzən normal təminatlı ailə var, evi, eşiyi, oğlanın yaxşı bir şey, amma evlənmək istəmir. Bax, səbəb nə ola bilər? Maddi deyil. Konkret səbəb nədir? Bu hansı psixologiya ilə formalaşıb ki, bunun hər şeyi var, işi, evi, maşını, şərait, nətər evlər, yəni nə qızlar da onun kimi. Deyir, mən öz həyatımı yaşayacağım, 30 yaşa qədər hər şərait var. Deməli, maddiyyat boş şeydir, burada başqa bir şey var. O söhbət ondan gedir. Bax, hamımızın uşaqlarımız var, niyə belədirlər? Onu deyim fikir. Mən elə bilirəm ki, bu mövzu o qədər geniş və möhtəşəm bir şey. Nə qədər danışsaq, yenə nəsə qalacaq. Mən hər birinizə təşəkkür edirəm. Mən Xaçmaz Rəmzi hakimiyyətinin başçısı Eylül Rızayevə təşəkkür edirəm. Eyni zamanda bu tədbirin təşkilinə görə Mərkəzi Kitabxananın rəhbərliyinə, onun kollektivinə təşəkkür edirəm. Mən Səadət xanıma təşəkkür edirəm. Xaçmaz Rəmzi hakimiyyətinin əməkdaşına. Həqiqətən də çox möhtəşəm və yadda qalan tədbir olacaq. Azərbaycan xalqının doğrudan da dünyada seçilə biləcək ailə dəyərləri var. Gəlin bu ailə dəyərlərinə sahib çıxaq və ailələrimizi qoruyaq. Sağ olun, var olun. Gəlin mümkünsə